Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allahın izni ilə bu gün inşallah zəqqum ağacı haqqında danışacağıq. Allah nəsib edərsə. Sən zəqqum ağacı haqqında eşitməmisənmi? And olsun ki biz onu eşitdik və onun xəbəri bizə gəldi. Lakin onun ürəyimizdəki əsəri haradadır? Diqqətini mənə ver, Rəbbinin kəlamını dinlə. Buyurur, Əzəlikə xayrun nuzulən əm şəcərətü zəqqum. Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı? İnnə cəənnəhə fitnətən lizzalimin. Biz onu zalimlar üçün bir fitnə etdik. İnnəhə şəcərətun təxrucu fi aslil cəhim. Həqiqətən o, cəhənnəmin dibindən çıxan bir ağacdır. Tal'uha kəənnəhu ruusu şeyatin. Onun meyvəsi şeytanların başları kimidir buyurur. فَإِنَّهُمْ لَآكِلُونَ مِنْهَا فَمَالِعُونَ مِنْهَا الْبُطُونَ. Cəhənnəmdə olanlar ondan yeyəcəklər və qarınlarını onunla dolduracaqlar. ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِنْ حَمِيمٍ. Sonra həqiqətən onlar üçün onun üzərinə qaynar sudan içki vardı. Onun üzərinə qaynar sudan içki veriləcək onlara. ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى الْجَحِيمِ. Sonra həqiqətən onların qayıdış yeri cəhənnəmdir. ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ. Sonra siz, ey doğru yoldan azanlar, haqqı yalan sayanlar, لَآكِلُونَ مِنْ شَجَرٍ مِنْ زَقُّمٍ. Siz mütləq zəqqum ağacından yeyəcəksiniz. فَمَالِعُونَ مِنْهَا الْبُطُونَ. Qarınlarınızı onunla dolduracaqsınız. فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ. Sonra onun üzərinə qaynar sudan içəcəksiniz. فَشَارِبُونَ شُرْبَ الْهِيمِ. İçdikcə susayan xəstə dəvə kimi içəcəksiniz. İçdikcə susayan xəstə dəvə kimi içəcəksiniz. Həzə nuzuluhum yevməddin. Bu onların din günündə ziyafətidir buyurur. Nəhnu xalaqnakum fələvlə tusaddiqun. Biz sizi yaratdıq, təsdiq etməyəcəksiniz. O gün iş təkcə yemək içməklə bitməyəcək. Təkcə zəqqum ağacından yeyib və qaynar sudan içməklə sona yetməyəcək. Əksinə, cəsəd həm daxildən, həm də xaricdən əzab görəcək. O gün əzabı onlardan heç kim uzaqlaşdırmaz və nə də onlar əzabı özlərindən uzaqlaşdırmağa güc yetirməzlər. Dəriləri və üzləri cəhənnəm atəşinə doyar. Dəriləri cəhənnəm atəşində yanar, sonra yenisi ilə əvəz olunar. Sinələri atəşdən, alovdan qapqara olar, ta ki od ürəklərinə çatana qədər. Necə ki Uca Allah buyurur Qurani Kərimdə, Nərullahil muqadə, Allahın alovlandırılmış odudur. Əlləti tattali aləl əfidə, o atəş ki qəlblərin üzərinə çıxar, yəni sinələri yandırıb ürəklərə çatar. Və mə zələməhumullah, və ləkin ənfusəhum yəzlimun. Allah onlara zülm etmədi, lakin onlar özlərinə zülm etdilər buyurur. Qurani Kərimi tərk etdilər, günah işləri gördülər, günahlara daldılar, zülmdə həddi aşdılar, göylərin və yerin sahibi olan Allaha təkəbbür göstərdilər. Buyurur, فَالْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونَ بِمَا كُنْتُمْ تَسْتَكْبِرُونَ. Təkəbbür göstərdiyinizə görə bugün alçaldıcı əzabla cəzalandırılacaqsınız. O gün onların atəşdən başqa nə qayıdacaq bir yurdu, nə də sığınacaq bir yerləri olmayacaq. Atəş onları hər yandan sarıb əhatə edəcək. Çünki onlar zülm etdilər, təkəbbür göstərdilər, güc göstərdilər. فَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ. Vadidə qayaları yonan Səmud kimi. Və Fir'avn zil əvtad. Sütunlar sahibi Firon kimi. Amma nəyi unutdular? İnnə rabbəkə ləbil mirsad. Rəbbinin onları gözətləməkdə olduğunu unutdular. Buyurur İnnə cəhənnəmə kənət mirsadə. Həqiqətən cəhənnəm pusqudadır. Littağinə məəbə. Azğınlar üçün son dönüş yeridir. Ləbisinə fiyhə əhqabə. Orada əsrlər boyu qalacaqlar.
La yezuquna fiha bardan və la şəraba. Orada nə sərinlik, nə də içəcək bir şey dadmayacaqlar. İllə hamimən və qassaqa. Yalnız qaynar su və irin. Cəzaən vifaqa. Əməllərinə uyğun bir qarşılıq olaraq. İnnəhum kanu la yercuna hisaba. Həqiqətən onlar buyurur, hesaba çəkiləcəklərini güman etmirdilər. Həqiqətən onlar hesaba çəkiləcəklərini güman etmirdilər. Və kəzzəbu bi ayatina kizzaba. Ayələrimizi yalanladıqca yalanladılar. Və kullə şeyin əhsaynahu kitabə. Və biz hər bir şeyi sayıb yazmışıq. Fəzuqu fələn nəzidəkum illə əzəbə. Elə isə dadın, biz sizə əzabdan başqa bir şey artırmayacağıq. Və nədə ashabul cənnəti ashabən nar. Cənnət əhli od əhlinə nida edəcək. Cənnət əhli cəhənnəm əhlini çağıracaq, nida edəcək. Ən qad vəcədnə mə vəadənə Rabbuna haqqan. Fəhəl vəcəddun mə vəadə Rabbukum haqqan. Biz Rəbbimizin bizə vəd etdiyini haqq olaraq tapdıq. Bəs siz Rəbbinizin sizə vəd etdiyini haqq olaraq tapdınızmı? Qalu nəam. Deyəcəklər bəli. Dedilər bəli. Fəəzzənə müəzzinun beynəhum. Buyurur bu zaman onların arasında bir carçı səslənib deyəcək. Ən lənətullah aləz-zalimin. Allahın lənəti zalimlərin üzərinə olsun. Kulləmə dəxalət ümmətun lənət uxtəhə. Hər toplum ateşə girdikcə yoldaşlarına lənət edəcək. Onlar öz əməllərinə görə peşman olub, bütün günahlarını yoldaşlarının üzərinə atmağa çalışacaqlar. Bu onların çarəsizliklərinin göstəricisidir. Onlar özlərinə bəraət qazandırmağa çalışsalar da artıq çox gecdir. Və hum yastarixuna fiha Rabbana axricna na'mal salihan qayrəl-ləzi kunna na'mal. Buyurur onlar cəhənnəmdə fəryad edəcəklər. Deyəcəklər ki, Rəbbimiz bizi buradan çıxar ki, əvvəl etdiyimiz əməllərdən fərqli olaraq yaxşı əməllər edək. Amma hansı cavab alacaqlar? Hansı cavab alacaqlar? Əvələm nuammirkum mə yətəzəkkəru fihi mən təzəkkər. Diqqət edin. Məgər sizə düşünüb öyüd ala biləcək kimsənin öyüd ala biləcəyi qədər ömür vermədiyimi? Məgər sizə düşünüb öyüd ala biləcək kimsənin öyüd ala biləcəyi qədər ömür vermədiyimi? Və cəəkumun nəzir. Sizə xəbərdar edən də gəlmişdi. Fəzuqu. Elə isə dadın əzabı. Fəməli zaliminə min nasir. Zalimlar üçün heç bir köməkçi yoxdur.